Azərbaycana 11 dənə medal gətirən, dünya çempionu 6 dəfə, 5-6 dəfə Avropa çempionu olan adam deyir ki, mən nə dedim sizə? Deyirəm ki, iynəmi vurun, hamballıq eləyim də. Baxma, Rafael çıxır danışır, çox şey danışır. Deyən yoxdur, düz danışır. Danışıram, bəli. Çünki eşidən yox, dinləyən yox, sayan yox. Danışmalıyam da. Ne oldu Rafael'in limon kimi belə suyun sanda dünya Avropa çempionatı olanda yəni ki, dizim ağrı deyirlər, sən yerlisən, dağlısan, Azərbaycanlısan, sənin qanun Azərbaycanlıysan, döyüşməlisən. Mən razıyam. Və çıxırdıq bir ayaqla bir dənə döyüşü durduk. İstər Avropa çempionatı olsun, istər dünya çempionatı olsun. Bir gününki və ayağıma dərman lazımdır, dərmanın pulu lazımdır, iğnəsi. Federasiya mənə nə cavab oldu? Mən deyirlər ki, Rafael'i bezdirmişsən sən. Və dünyanın bir nömrəli idmançısına Rafael'e bu dinkü gün deyirlər ki, bezdirmişsən, bəs nə qədər bilinə vurma olar? Mən robotam, mən nə istəyirəm? Mən deyirəm ki, mənə maşın alın, mənə ek pulu verin, ayağım zədəlidir. Bunu iğnəni vurun ki, hambal kimi işləyim də. İğnəni vurun ki, hambal kimi işləyim. Baxın ha, Azərbaycanı dünyada ən çox tanıtdıran yeganə birinci yerdə, birinci pillədə olan kimdir? Rafael bəy. Adam deyir ki, pul istəmirəm, maşın istəmirəm. İğnəmi vurardınız, hamballıq eləyərdim də deyir. Ermənistanda olsa bu oğlan hansı səviyyədə yaşayırdı? Kürdistanda olsa, dünyanın harasında olsa bu oğlan hansı səviyyədə yaşayırdı? Ha? Kral səviyyəsində, eləmi? Amma bugün Azərbaycanı dünyaya tanıtdıran yeganə və birinci pillədə olan şəxs baboş kimi yaşaya bilmir. Bayram Nurlu kimi yaşaya bilmir. Rəzalət eləmi? Utanç verici eləmi? Çünki ölkənin başında duran İlham Əliyev petuqdur. Ancaq ölkədə petuqlar kayf edir, petuqlar yaşayır. Xalq İlham Əliyevə petuq kimi baxır. İlham Əliyev də deyir, petuq deyirsiniz mənə. İndi sizin hamınızı petuq eləyim, siz də baxın. Bəli qardaşlar, bəli. Azərbaycanda petuqlar hökumətin başındadır. Ona görə petuqlar əsl kişilərin başında artsın. Biri var 3 gündən bir artsın, 3 aydan bir artsın. Biri de var ki, hər həftə bu sahədə qiymət artırılır. Yavaş. Hər həftə yavaş. Bir həftə əvvəl 10 dəfə aldığımız, bir həftədən sonra 15 dəfə. Sen görmüşsən ki, 10 millili iğnəni birdən vursun. Adam nəzərəsi dağılar. Yavaş. Allah, yavaş. Qurbağa məsələsi də dostlar. Yavaş. Qurbağa effektidir. Bu günlərin bizdə Azərbaycanda qiymətləri qurbağa effekti ilə artırılır. Siz nədir? Qaynar suya qurbağanı atanda o dəqiqə özünü oradan tulluyur, qazandan çölə. Amma qurbağanı tutursan soyuq suya, qazı da vurursan. Yəni bunu evdə qeyri-ev şəraitində etməyin. Bu sadəcə misaldır. Bəli, qoyursan, o hava istiləşdikcə onu bədəni öyrəşir, sonra salar. Qiymət artımı da bizdə belədir. Yavaş. Çünki birdən qaldırdılar. Yəni cəmaat doğrudan da o qədər narazılıq olar. Yavaş. Ləqqəsi bizdəndir. Tabii. O da ölən qalan qalır. Axırda da o adamı ki, qayranda sonra deyil, qutardım, axırda qutardı. Azərbaycanda qiymət artımı o səviyyədədir ki, artıq bəzi media aparıcıları da artıq media aparıcıları da dilə gəlib. Hazırda Azərbaycanda bütün ərzaq qiymətlərinin, bütün məhsulların qiyməti 50-60%, bəzi məhsulların isə qiyməti 2 qat artdı. Elə bu son zamanda. Son həftə. Bundan sonra həyatda dövlət yemək də olmayacaq. İcazə almaq lazımdır, vergi ödəmək lazımdır. Onun üçün də vətəndaş pul ödəməlidir. Tikməyə də ödəməlidir, vergi də ödəməlidir. Özü nətər, sən uçaçqıl yapıb həyatında fermalar idi. Elə sənin. Toyuq ferması, cücə ferması, dana ferması, qoyun ferması, bildirçin ferması fərq eləmir. Lap dəvə ferması olsun. İndi kimsə uçaçqoviya verirdin elə. Rüşvət, uçaçqoviya, baytara, nə fövqəladiyyə, o birisi, bu birisi, cırtı, pırtı verirdin elə. Aysa, onu verməkdə davam edəcəksən. Amma qanunu risum da ödəyəcəksən. Bəli, yox, uçaçqıl deyəcək, mənə vermirsən, sən qanunu verirsən. Həmişə onun ağzını atıbsansa, yenə atmalısan. Buyurun, baxın. Əmə olur, mülkələmə, baxma, gör nə deyir, qulaq az. Bundan sonra mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan şəxslər kənd təsərrüfatı təyinatlı tikililərin müəyyən tələblər daxilində yalnız icazə alaraq inşa edə biləcəklər. Söhbət hündürlüyü 5 metrə, ümumi sahəsi 100 kvadrat metrə qədər. Əvvəllər belə şeylər rüşvət olmasın da, indi salınır qanuna. Qapında ya bir sahəndə, tikəndə qanununa salmaq nə deyib filan da ki, siz bilmirsiniz ki, icra hakimiyyətləri cəmaat qapısında tualetdə tikəndə gəlir ondan rüşvət alır, neçəsi içəridə yatır. Bu qanunun qəbul olmasına səs verənlər, siz başa düşə bilirsiniz ki, insanlar necə zülüm çəkəcək, bundan sonra ətin qiyməti necə dəyişəcək, ondan sonra kimsə nəsə tikmək istəyəndə ona nə qədər rüşvət qoyacaqlar, tas qoyacaqlar. Nə rüşvət yerləri yaradırsınız, bu nə deməkdir? Ancaq İlham Əliyev lazımdır. 100 kvadrat nə deməkdir? 10 metrənin 10 metriyə. Bir dənə evdən balaca bir 2-3 dənə inək, 20 dənə qoyun saxlamağa tövlə tikirsən belə, onu da icazəsini almalısan. Onu da rüşvətini verib və devlətə vergi ödəmək.